İbnül Müseyyib rahimehullah buyurur ki, o deyir bir gün, yani bir insan görür, namaz kılan insan ve görür ki bu insan namazında o taraf bu tarafa yani meyl eləyir ve onun barəsində bu ki rahimehullah, eğer bu insanın qəlbində mütlük olsaydı o zaman onun zahirində de bu xuşuluq görsənərdi. Çünkü zahir batinin ünvanıdır. İbn-i Teymiyyə rahimehullah buyurur ki, xuşu özündə iki şeyi ehtiva eləyir. Birincisi, təvazökarlıq, zəlillik və ikincisi isə rahat olma, sükunət və bu da yəni bu rahat olma, bu həmçinin də bu sükunət ortaya çıxır insanın qəlbinin yumuşaq olmasına və həmçinin insanın qəlbinin sərt olmamasından irəli gəlir. Uca Allah Subhanahu ve Taala buyurur ki, "Ellezîne hum fî salâtihim xâşi'ûn." Onlar o kəslər ki, namazlarında xuşuludurlar. Yəni onlar o kəslərdir ki, necə ki alimlər buyurur, yəni namazlarında sağa, sola meyl etməzlər və həmçində gözlərini qoruyub saxlayarlar. Deməli, Uca Allah Subhanahu ve Taala bu ayədə möminləri tərifləyir. Qad əfləhəl müminun. Möminlər nicat tapdılar. Və Allah Subhanahu ve Taala onların nicatının, saadətinin, xoşbəxtliyə çatmasının səbəbini buyurur. Buyurur ki, niyə görə onlar buna nail oldular, niyə görə onlar nicat tapdılar? Çünki onlar namazlarında xoşulu idilər. Onlarda bu sifətlər var idi. Və deməli, namazda xoşunun əlamətlərindən biri odur ki, insanın qəlbinin Allah qabağında hazır durması və həmçinin Allahın yaxın olmasını fikirləşməsi və bununla insanın qəlbinin rahat olması, sakit olması, həmçinin hərəkətlərinin rahat olması və həmçində onun yəni sağa sola meyl etməsinin az olması və insan həmçində bunları fikirləşərsə Allahın qabağında ədəbli olar və həmçinin də danışdığı, yəni dediyi sözləri və həmçinin etdiyi, namazda etdiyi hərəkətləri yəni fikirləşər, düşünər ta namazın əvvəlindən axırına qədər.